Hər vaxtınız xeyir. Bəli, Rusiyada son günlər müşahidə olunan yanacaq çatışmazlığı hökuməti əlavə tədbirlər görməyə vadar edibdir və artan tələbat fonunda yanacaq bazarında vəziyyət hələ də diqqət mərkəzində saxlanılır və rəsmi məlumatlara görə ölkədə yanacağa tələbat təxminən 1/3 artıbdır. Bu isə yanacaq doldurma məntəqələrinin əlavə yüklənməsinə səbəb olubdur və rəsmilər bildirirlər ki, görülən tədbirlər nəticəsində vəziyyət qismən sabitləşsə də problem tam aradan qalxmayıb. Məhz bu səbəbdən Rusiya iyul ayından etibarən neft məhsullarının idxalına başlayır və bununla yanaşı dizel yanacağının ixracına da müvəqqəti qadağa tətbiq edilir. Bu arada Nəqliyyat Nazirliyi də açıqlama verib ki, mövcud vəziyyətə baxmayaraq ölkənin nəqliyyat sistemi normal fəaliyyətini davam etdirir. Xüsusilə də mülki aviasiyada yanacaq ehtiyatlarının adi səviyyədən aşağı olmasına baxmayaraq uçuşların təhlükəsizliyi və davamlılığı ilə bağlı risk yoxdur. Məsələyə Rusiya Prezidenti Vladimir Putin də münasibət bildiribdir və deyib ki, yaranmış çətinliklər müvəqqəti xarakter daşır və onun sözlərinə görə Ukrayna Rusiyanın iqtisadiyyatına zərbə vurmaq və xüsusilə cəmiyyətdə narahatlıq yaratmaq məqsədi güdür. Ekspertlərin isə fikrincə dizel ixracına qoyulan qadağa, idxalın başlanması və ümumiyyətlə logistikanın sadələşdirilməsi yaxın həftələrdə daxili bazarda vəziyyətin tədricən normallaşmasına kömək edə bilər. Belə bu saata çatdırmaq istədiyim ən son xəbərlər bunlar idi. Söz yenidən sizdədir.